Salam hörmətli müəllimlər, hörmətli həmkarlar, hər birinizi xoş gördük, hamınızı salamlayıram. Mən İMAŞEM Tədris Mərkəzinin riyaziyyat müəllimi Orxan müəllim. Noyabr qruplarıma qeydiyyat davam edir. Dərslərimdə iştirak etmək üçün kursun 077 322 79 53 nömrəsinə zəng edərək qruplarıma qoşula bilərsiniz. MİQ qruplarım noyabrın 1-i başlayacaq inşallah. Keçid alaqın belə bir sualın izahına. Gəlin izaha baxaq. Bu bərabərliyi verir. N-in ala biləcəyi natural qiymətlərin cəmini tapın. Ola bilər ki, burada Evklid üsulu tətbiq edib tapmaq olar. Amma mən sizə belə bir şey öyrədəcəm. Öyrətməmişdən qabaq belə bir şeyi nəzərinizə çatdırmaq istəyirəm. Hər hansı bir əbov götürək. Hələ misalın izahına keçmirəm. Yazıram bura 16, 20. Nə eləyir əbov? 4. Bu yazacağım şey əkobda da ödənir. Sağ və sol tərəfi bütün ədədləri nəyisə bölmək olar. Məsələn, burada tutaq ki, 2-yə bölürəm. 2-yə böləndə 8, 2-yə böləndə 10, 4-ü 2-yə böləndə 2. Həqiqətən də 8 ilə 10-un əkobu 2-dir. Həmin prinsipi burada tətbiq eləyəcəm. İndi hər iki ifadə var. Hər iki ifadəni n plus 2-yə bölürəm. 3n kvadratı. Üstəgəl 6n, üstəgəl 12. Bunu bölürəm n plus 2-yə. Parçalayaraq da yazmaq olar. Bunu parçalayaraq da yazmaq olar. İndi mən bunu ağac bölməsi ilə yazıram. 3n kvadratını n-ə bölürəm, 3n. Vuranda 3n kvadratı üstəgəl 6n. Fikir verirsiniz. Qalıq 12. Deməli, belə olacaq. Əbob. Bu hissə nə elədir? Bu hissə oldu. 3n toplansın. 12 bölünsün. N plus 2. Həmin qayda ilə bu ifadəni də n plus 2-yə böləndə qalacaq. 2n toplansın. 18 bölünsün. N plus 2. Bərabərdir 1. Bunu da n plus 2-yə bölürəm. İndi əbobumuz 1-dirsə, bu ifadələr üçün, onda bu ədədlər qarşılıqlı sadə ədəd olmazmı? Əvvəla burada n plus 2 həm 12-nin, həm də 18-in bölənidir. Yəni, ortaq bölən. Ortaq bölən nədir? 12 ilə 18-in əbobunun bölənləri. Yəni, 6-nın bölənləri. Deməli, 1 olar. Burada, pardon, n plus 2 deyək. N plus 2. Deməli, 1 olar. 2 olar, 3 olar, 6 olar. İndi məsələ nədir burada? Buradan n-i tapanda hər birinə tək-tək bərabər eləyib tapsam, buradan n olur -1, 0, n olur 1, n olur 4. Təbii ki, burada deməli, sıfırın və dediyimdə sizə -1-in yeri yoxdur. Çünki burada sıfırı gəlin baxaq. Deyir, n-in ala bizə natural. Natural dediyiz ki, bunları götürmürük. 1 ilə 4-ü gəlin yoxlayaq. İndi n 1 olsa, bu 3 olur, bu 4 olur, bu oldu 7. N 1 olsa, bu 2 olur, bu 6 olur. Elədi 8. Həqiqətən də 7 ilə 8-in əbobu 1-dir. Sonra 4-ü yoxlayırıq. 4 olanda, demək 4 olsa, n 4 olsa, belə olacaq. Deməli, bu 12 olacaq, bu isə 2 elədi 14. N 4 olanda bu 8 olur, bu da 3 olur, elədi 11. Bax belə, 14 və 11-in də əbubu 1-dir. N-in ala biləcəyi qiymətlər 1 və 4 olub, cəmi bunların olacaq 5. Sağ olun, sağlıqla qalın.